Proqramlaşdırmaya necə başlamaq olar? Proqramlaşdırmaya başlayan bir çox insanlar məhz bu sualın cavabını axtarırlar. İnternetdə rast gələn cavabların arasında isə adətən bunlardır. İstənilən proqramlaşdırma dilindən başla, illərlə vaxt sərf et, müxtəlif framework və kitabxanalardan istifadə edərək sadə tətbiqlər yarat və s. Halbuki bu, yeni başlayanlara heç bir istiqamət vermir. Mənim üçün isə bu sualın cavabı çox sadədir. JavaScript. Bu videoda sizə izah edəcəm ki, niyə proqramlaşdırmaya məhz JavaScript-dən başlamağı tövsiyə edirəm. JavaScript ilə nələr yaratmaq mümkündür. Bu dilin gələcəkdə nə qədər də tələb olunacağını. Hər kəsə salam. Mənim adım Elxandır. Artıq 12 ildir ki, proqramlaşdırma ilə məşğulam. Avropada, Amerikada, Avstraliya, Yeni Zelandiya kimi ölkələrdə yaşamışam və həmin ölkələrin şirkətlərində proqramçı kimi çalışmışam. Sadə veb saytlardan tutmuş, mürəkkəb analitik proqramlar, mobil tətbiqlər, video oyunlar və s. proqramlar yaratmışam. Beləliklə, niyə məhz JavaScript? Birincisi, JavaScript-i öyrənmək üçün əlavə və ağır proqramlar quraşdırmağa ehtiyac yoxdur. Misal üçün, Microsoft Visual Studio, Android Studio, Xcode, Rider və digər proqram olmadan da mümkündür. Sadəcə bir mətn redaktoru və brauzer kifayətdir. İkincisi, JavaScript dilini öyrəndikdən sonra siz hər şeyi yarada bilərsiniz. Tamamilə hər şeyi. Web saytlar, mobil tətbiqlər, oyunlar və hətta süni intellekt. Üçüncüsü isə vaxtdır. JavaScript ilə proqramlaşdırmanı digər dillərlə müqayisədə daha qısa müddətdə öyrənmək mümkündür. Məhz bu amillər də göstərir ki, gələcəkdə bu dil digər dillərə nisbətən daha çox tələb olunacaq. Əgər JavaScript-i öyrənməyə başlamaq istəyirsinizsə, kanalıma abunə olun. Bu günü isə bu qədər. Hələlik.